Salam aleyküm hörmətli izləyicilərimiz. Bir Binəqədidə möhtəşəm, şok. Super bir dənə evimiz satışa çıxıb. Evimiz 3 aşağıda, 3 yuxarıda otaq olmaqla 6 otaqlı evdir. Gördüyünüz kimi bir dənə gəl bura. Bir dənə belə çəkir. Bir dənə belə götür. Bir dənə o elə slide götür bir dənə. Qardaşım, evə bax. Yəni, vallahi billah hələ fikirləşirəm ki, mən bu evə nə sözlədiyim də, yəni bu evin sözlə təqdimata ehtiyacı yoxdur. Çöldə bir dənə belə gözəl bulağımız. Həyətə bir maşın rahat yerləşir. Heç maşın salma həyətə, saxma maşın qapıda. Bura özün üçün bir dənə əlavə stolu. Gözəl bir dənə şərait qarar. Gəl aşağıdan başlayaq birinci. Gəl içəri qardaş. Evə bax, insan Allah, evə bax. Həqiqətən söz tapa bilmirəm ki, yəni mən bu evə nə söz deyim ki, çox maraqlı çıxsın da. Evet, bu giriş hissəmiz. Sən ona olacaqlar. Nə istəyirsən ev. Yəni, ev var ideya sizdən. Belə deyək. Gəl qardaş, bax bura. Gəl bax bura. Birinci mərtəbənin kuxnasıdır. Gördüyün kimi, qəşəng kuxnayı yığırsan bir dənə belə. Burada bir dənə stol qoy. Gəl bura. Bax. Bura bir otağımız əlavə. Yataq otağı. Görürsünüz? Superi. Gəl bura. Bax. Super. Yəni, yuxarını çəkərik, yuxarını al. İşıqlandırma sistemi var. Afrin evlərdə necə olur? Bax, həminki bir situasiyadır evin içində. Bax. Burası sanuz evdir. İndi 2-3 günə təhvil veriləcək burada. Koridor hissəsi. Yəni, qardaş, elə bir ki, ofisdir. Yəni, nəm Avropada görürük, o reklamlarda, nəm kinolarda zıtlı evlər görürük. Elə bir bunu, yəni, proqramla düzəltmək. Çat-çipit elə bir düzəldir böyle. Yəni, bu ev elə bir tikilməyib, var et. Gəlin. Qapıya bax, Dur orada. Bir daha buna bax. Sağ olun. Gəl. Ekinmə. Evinin düğünü olur. Gəl qardaşım, gəl. Bu evi və kino çəkənlərə burada mafyacısı, Eşrəf Təkin çəksinlər, tut şəklində. Gəl qardaş. Adamın heyfi gəlir, ayaqqabını öncür etsən. Möhtəşəm dizayn. Gəl bura, gəl. Həzi nələr var, nələr? Ay, dünyada nələr var, qardaş? Binəqəli deyirlər, çox adam bəyənmirlər. Binəqəlidə sən belə bir tap gör. Mən təsir. Qardaş, qiyməti. Deyilsə dodaq muçurlarında, yəni, belə bir şeydir. Bura bax, dekora bax. Evə bax, səliqəli. Kombi üçün yer, çək oranı. Kombi üçün yer, bax. Gör neçə dənə razıqası var. Gəl, qardaş, mən özüm sayımram otaqları. Gəl bura. Otağa bax. Bir dənə qəşəng televizor özün üçün qoysan, yataq otağı. Patoloqa baxırsan, televizor yaddan çıxır. Görürsən, televizor açıqdır, yoxsa. Camaat yerində telefon oynayır, böyle patoloqa baxsan, yuxu aparır sənə. Necə sərindir, kombi yeri, çək buranı. Maşallah. Gəl. Ev deyirəm, ev. Növbəti bir dənə yataq otağı. Bax, gözəlliyə bax, kombi yerinə bax. Görürsünüz, heç bir pəncərə, heç kimin qapısını düşmür. Heç kimin həyətindən sizin pəncərələr görsənmir. Şəbəkə pəncərələrdir, baxın. Bax, gəl bura. Tutamır, belə tutarıq, yoxarı tutamır. Kuxnan, gözəlliyə bax, Allah'a olsun. Yəni, həqiqətən deməyə bir söz tapamıram, Allah'ın qulları. Gəl bura. Bu da ikinci mərtəbəmizin salonuz evi. Buranın indi inşallah xırda para işlərimiz qalıb. Onları da həll edirik. Bu ev ekskluzif olaraq birinci dəfədir bizim səhifəmizdədir. Yəni başqa bir səhifədə bu evi tapanmarsınız. Nə də bir başqası şəhər tapadınız, belə deyim. Yəni evimiz haqqında kiminlə sualı varsa direktə yaza bilər və yaxud da əlaqə nömrəmizlə əlaqə saxlaya bilər. Əlavə də ki, evimiz 6 otaq idi. Gördüyünüz kimi çəkiş edir, həyətdə bir maşınlıq yer var. Yəni, valla söz tapamıyorum, möhtəşəm. Allah satana da, alana da xeyir versin. Çox gözəl, çox super, əla.